Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir orijinal NFC sistemdən olan pultu təmirə gətiriblər. Problem var. İndi ortağına nəticəni bir yerdə izləyək. Ok düymə işləmir, belə deyək. Həm okeydir, həm də registrasiyadır. Yəni, qırmızı oxun çıxmağına dəlalət eləyir. Müştərimiz bura adi baterika qoyub əzilən, yəni bunu olmaz. Bunlar kislata verir. Açmağa davam edirik. Pultu ilk dəfə özümüz açırıq. Zamokları sındırmayacaq. Açmağa davam edirik. Roliki çıxartdıq. Demə fikir verin, dünənki pultda bu yox idi. Bu NFC rejimdir. Membranları da pec vasitəsilə çıxardıq. Zamokları sındırmadıq. Yəni özümüz açdığına görə, yəni qıraqlarını zədələmədik. Membranları ayırdıq. Var hər bir şeyi təmizləyək. Bir şeyi təmizlədik. Burada fikir verdik ki, çat var. Müştəri də yanımızdadır. Müştəriyə də göstərdik. Bunda kleysiz işləyəcək. Keçid edirik knopka hissəsinə. Bu knopkada problem var. Bunları çıxartdıq. İç hissəsində fikir versiniz problem var. Membranlar qaralıb. İkisini saxlamaq şərti ilə bərpa eləyəcək. Qanı bərpa elədik. Membranları da bərpa elədik. Hazırda laboratorun adaptera qoşuruq. Prosesor dərəcəsini ölçürük. İş fəaliyyətində gecikmə yoxdur. Burada qoyduq. Həm pult işləmədiyi dövrdə bu qaydada saxlasınlar. Həm konsentrat verməyəcək, həm də qaranlıqda işıq verir. Fosforluqa burada. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.